Tərzinizi dəyişmək istədiyiniz olub-olmayıb? Dəyişmişəm. Uduzdum ha? Yox, davam edirik. Olub. Olub. Kendinize qayıtmaq istədiyiniz olub-olmayıb? Olub. Kendinizi Türkçədir. Hansı anlamda başa düşürsə o anlamda da cavab verin. Başqa ölkədə iş qurmaq istəyiniz olub-olmayıb? Olub. Sevgiye yok, pula hə dediyiniz olub-olmayıb? Yox. Olmayıb. İnanmadım. Yəni mən də inanmıram buna. Sualı təkrarlayın sən də toplarsan. Özünüz de emin değilsiniz. Sevgiye yok ama pula hə dediyiniz olub-olmayıb? Pul zaten var. Sevgi olsun. Aha. Təmiz sevgi. Yaxşı, pula qədər bəs? Pul həmişə var. Yox da, olmadığı müddət o 130 manat qazanmışdı Zabes onda. 130 manat vaxtında da 130 manat da 130 manat. Bir də mən evə alış-veriş etmişdim. Ben 100 manatda qalmışdı. 230 olsun. Yani sevgi çok önemli bir şeydir. Əlbəttə. Ben 25 yaşım var, özümü mən 90 yaşında bir insan kimi hiss edirəm, yaşadıklarıma göre. Ona göre insan sadece sevgi, eşkdən, məhəbbətdən söhbət getmir. Sevgi her şeyin anlamıdır. Sevgi dost sevgisidir, sevgi ana, ata, bacı, qardaş təmiz olduqdan sonra çıxar güdmədən sevirsənsə, mənə elə gəlir ki, ən gözəl şey elə sevgidir. Çünki dünyanı sevgi qurtarır, pulu da elə sevgi qazanır. Sevgi qazanır.